Sentyabrın 28-də Gəncədə 3-cü MDB oyunlarının təntənəli açılış mərasimi keçirilib. Tədbirdən əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər. Sağ ol. Necəsiniz? Sağ ol, sən necəsən? Yaxşıyam, tərəfinizdəsiniz. Salam. Allah mənim dostum. Allah necəsən? Salam, saxlamasın. Xanımlar və cənablar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev. Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli bayrağı arenaya gətirilib və dövlət himnimizin sədaları altında ucaldılıb. Sonra 3-cü MDB oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.
Açılış mərasimində Azərbaycan bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zenfira Həsənzadə arenaya gətiriblər. Sonra 3-cü MDB oyunlarının təşkilat komitəsinin sədri Samir Şərifov çıxış edərək dedi. Zat-ı aliləri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Zat-ı aliləri Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, hörmətli qonaqlar, atletlər, məşqçilər və idman sevərlər, sizi Azərbaycanın qədim diyarı Gəncə şəhərində salamlayır, Müstəqil Dövlətlər Birliyi ölkələrinin 3-cü oyunlarına xoş gəlmisiniz deyirəm. Bugündən etibarən Gəncə və daha 6 şəhərimiz Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi 3-cü MDB oyunlarına ev sahibliği edəcək. 10 gün davam edən yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin oyunlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır. Mərasim iştirakçılarını salamlayan Müstəqil Dövlətlər Birliyinin baş katibinin müavini Nurlan Seytimov, Birliyin baş katibi Sergey Lebedevin məktubunu oxudu. Organizatorам, участникам и гостям. 3-cü MDB oyunlarının təşkilatçılarına, iştirakçılarına və qonaqlarına Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından sizə qonaqpərvər Azərbaycan Respublikasında keçirilən 3-cü MDB oyunlarının açılışı münasibəti ilə ürəkdən salamlayıram. Xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahəsində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir. Daha sonra idmançıların və onların məşqçilərinin and içmə mərasimi olub. Prezident İlham Əliyev 3-cü MDB oyunlarını açıq elan edib. 3-cü MDB oyunlarını açıq elan edirəm. Tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, Gəncə şəhəri 3-cü MDB oyunlarının idman paytaxtı seçilib. Bu qərar MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında qəbul edilib. Oktyabrın 8-nədək davam edəcək 3-cü MDB oyunlarında yarışlar 12 idman məkanında keçiriləcək və atletlər 23 idman növü üzrə 1694 medal uğrunda mübarizə aparacaqlar. Bundan əlavə qalib komandaların uğuruna ən çox töhfə
vəzifə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub. Xatırladaq ki, 1-ci MDB oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində, ikinci oyunlar isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə keçirilib.